Salam dostlar, kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərə dərs vlogu çəkirəm. 6-cı sinifdə bir dəfə dərs vlogu çəkmişdim. Dedim 7-ci sinifdə də niyə çəkməyim? Kesilgə həftələri yaxınlaşmışdı. Bu aralar kesilgələrimiz çox idi. Həm fənlər getdikcə 7-ci sinifdə artdı və video çəkə bilmirdim. Bundan sonra daha da aktiv videolar gələcək. İndi bugünkü dərs vloqumuzda İlk öncə sizə planımı göstərim. Belə bir plan dəftərim var belə üstündə. Bunu məktəb alış-verişi videomda göstərmişdim. Bu mavi idi. Mən bunun üstünü özüm belə dəyişmişəm. Maraqlı, gözəl olub indi. Belə bir plan dəftərim var. Məktəb başlayandan bəri bütün planlarımı buraya yazıram. Məsələn, belə studi vərəqim, belə ajanda deyirlər də buna. Başqa belə belə maraqlı vərəqlər var içində. Qiymətlər vərəqim və s. Burada belə yaşıyorsun bu həyatı prenses. Son dəfə də belə bir vərəq hazırladım. Sonuncu səfər. Şimdi deyilsə nə zaman? Bu əla vərəqdir. Ən favori dəftərdə vərəqim budur. İndi planımı sizə göstərim. Dərs planım da belədir. Ədəbiyyat, ev işi işləməliyəm. Sonra kimya təkrar, Azərbaycan dili ev işi öyrən, fizika konspekt hazırlayıb testə hazırlaşacağıq bir yerdə. Bir riyaziyyatdan təkrar işləyəcək. Bu arada Mehriban Bazılar kanalda 300 abunəçi olub. Hər birinizə çox təşəkkürlər dostlar. Daha da böyük hədəflərlə, daha da böyüyək bir yerdə. İndi ilk öncə fizikadan başlayaq. Konspekt yazmayla testə hazırlaşacağıq. Gələn dərs testdir. Müəllim dedi özü çətin test olacaq. İnşallah yaxşı olar. Sonuncu testdə qiymətim 100 idi. Bu səfərdə inşallah 100 olar. Bu arada kesilgi qiymətlərimizi də videoda göstərəcəm. İndi yəni belə bir fizika qayda dəftərim var. Burada önəmli olan belə hər mövzuda suallar olur, məsələ həlli yazılır, 7-ci siniflər bilər. Onları dəftərimə qeyd edəcəm və onları daha çox baxa-baxa əzbərim artacaq. Çünki testdə ancaq bu tipli suallar düşəcək. Bağışlayın, biraz xəstələnmişəm deyə səsim də boğulub deyirlər də, boğulub. İndi özüm üçün belə bir qələmim var, mən bunu çox sevirəm. Bu qələm sınqan belədir. İçində də belə ruskalarım falan belə. Belə ruskalarım var. Ay düşdü. Bu ruska ən yaxşı sevdiyim, bəyəndiyim ruskadır, çox qəşəng yazır. Sonra burada markerlərimi belə bir qələm qabıya qoymuşam, baxın belə. Buradan da seçə bilərik. Əslində biraz başlamışdım, yəni adlığını yazmışam. İndi sizinlə bir yerdə başlayaq yazmağa. Bu arada sizin dərsləriniz necə gedir? Ümid edirəm ki, yaxşıdır. Kamran evdən çıxaraq konuşuyoruz şərq istiqamətində. Mən xəttim də biraz maili yazıram. Sağ tərəfə maili. Zəfər günü videomda paylaşmışdım. Xəttimi onu mən yazmışdım. Elə qoymuşdum. O videonu da gidib like ata bilərsiniz, baxa bilərsiniz. Bitiyor qərb istiqamətində. Məncə fizika çoxu da riyaziyyatdan əlaqəlidir. Yəni riyaziyyatı yaxşı bilən fizikadan da yaxşı nəticələr əldə edə bilər. Çünki fizikada çoxu düsturlardır, sürətin hesablanması, yola görə sürətin dəyişməsi və s. düsturlar var. Onları yaxşı bilmək lazımdır.
Mən indi bunu yazıb gəlib sizə göstərəcəm. Dostlar, indi mən fizikadan bu birincisini yazdım belə. Bir dənə qaldı səhv eləmirəmsə. Belə oldu birincisi. İndi ikincisini də yazıb gəlirəm. Dostlar, indi fizikadan onu yazdım. Zaten mən onun evdə birincisini yazmışdım. Yəni 2 dənə qalmışdı. Sonra axırıncı mövzudaydı. Onları da yazdım və fizika bitdi. Təkrar eləmişəm bunu. İndi burada işarətləyə gəldim. Fizika bitdi. Fizikam. Fosforun da burada onu götürdüm. Bəli, patrik fosforundan uyum olsun deyə. Fizika ev işi konspektana bitdi. Birinci maddəmizi bitirdik. Şimdi keçək o birisi maddələrə. İndi gəlin riyaziyyatdan təkrar edəyək. Mən konspektləri yazmışdım. Sadəcə onu təkrar eləməyə qaldı. Onu gətirim gəlirəm. Papkamı tapdım, götürüm. Belə riyaziyyat konspekt dəftərim yerində fayl var idi. Bunu göstərmişdim sizə. Necə dərs edirəm, yayda bir günlük nə qədər dərs edirəm videomda. İndi gəlin təkrar edək. Mən özü səssiz təkrar edirəm. Danışanda belə səssiz təkrar edəndə özümü dediyimi anlamıram, hiss edirəm. Yəni kim belədirsə anlayan mən inşallah. Tək belə deyirəm. Məncə. Son dəfə belə. Mən təkrarlayıb gəldim. Dostlar, bütün mövzuları baştan təkrarladım. Yəni son bölməni bütün təkrarlamışam. İndi riyaziyyat da bitdi. Ona da tik qoymaya başlayaq. İndi mövzu riyaziyyatdan təkrarlayırıq. Bu fosforlar mənim beynim qatdı. Çünki başqa rənglə eləmək istəmirəm. O çox görüntüsü fosforlar deyər. Riyaziyyat da bitdi. Tiklədim. İkinci maddəmiz də bitdi. Keçək üçüncü ədəbiyyatdan ev işi yazmışam. Görüm ev işi son dəfə müəllimə vermişdi, səhv eləmirəmsə, yenə baxıb gəlirəm. Siz də bir yerdə baxacağıq. Dostlar, indi ədəbiyyata baxıram, görürəm ki, mətn olmalıdır. Mən son dərsimiz. Mətn özüm oxuyaram. Onu indi videoda eləməyim, sonra özüm boş vaxtım olur, onu da eləyərəm. Yəni keçək başqa ədəbiyyatdan da yazı yox imiş, ona da baxdım ki, yazı yoxdur. Keçək onda kimyanın təkrarına. Kimyadan müəllimə son dəfə bizə təkrar iş dəftəri falan işlətdi deyə axırda müəllimə dedi ki, evdə hamısı təkrar edin, sual cavab edəcək, indi iş dəftəri dilindən və sair işləyəcək. İndi kimyanı açdım, gördüm ki, mən nə qədər təkrar eləməliyəm. Öyrənmişəm zaten təkrarda atomun quruluşundan, izotoplar iyonlara kimi təkrar eləməliyəm. Başlayaq. Atomun quruluşu. Bir də ki, bunu qoyum bir tərəfə, bunlar görsün ki, fizikadır. Bu indi kimyanı təkrar edirəm. İndi təkrara davam edirəm. Başlayıram daha doğrusu. Bu arada mənim kimya qaydam da var. Əslində buradan da oxuya bilərəm. Amma kitabdan oxuyum, hər şey vardı. Qaydaya da əslində əsasları yazmışam. Amma yenə də kitabdan oxuyuram. Yəni hər şey kitabda var. Dostlar, mən bunu təkrar eləyib gəlirəm. İndi kimyanı da təkrar eləyib bitirdim. Yəni biraz uzun oldu. Bir yarım saat vaxtımı aldı. İndi kimyanı da üstünə tik qoyaq, tikəcək. Dəftərdən orada qalmış. ASMR. İndi kimyanı ədəbiyyatın da üstünə tik qoyacağım. Çünki bir dənə oxumaydı. Onu da mən özüm oxuyacağam. Başqa çıxar. Oldu. Ən sevdiyim ya elədiyim bir şey dəftərdə tik qoymaqdır, fosforlamaqdır. Son bir dənə yazım qaldı. O da Azərbaycan dili yazısıdır. İndi gəlin Azərbaycan dilinin yazısını işləyə bir yerdə. Azərbaycan dilini gətirdim. İndi isə ev işi dəftərimi, belə lüğət dəftərimdə, ev işi, bir də sinif işi dəftərimdə belə üzləyirəm, belə daha qəşəng görsənir. Ev işi dəftərimi götürdüm. Burada son dəfə müəllimə özü bizə demişdi ki, 5 dənə idilmiş hissəciyinə aid cümlə yazacağıq. Bir dənə də 5 dənə də zaman çəkilisiləri D-mışa aid cümlə qurmalıyıq. Mən başlayayım qurmağa. Bunu müəllimə bizə təkrar olaraq vermişdi. Biz sinifdə tapşırıqların hamısını işlədik. Müəllimə təkrar olaraq dedik, digər qaydalarla təkrar edeyim. Bir də ki, bu cümlələri yazın. İndi başlayaq. Bu arada müəllimə söz deyilmiş, mən cümlə dedim. Nəysə, davam edək. O sinif işi yazmağın
Sinif işinə yazırdım az qalsın. Yaxşı ki, pozanlı rüzgan yazmışam. Başını siləcəm və ev işinə keçəcəm. Başlayaq. Noya. İdeymiş çömər. Son gündə məktəbin ən axırıncı günündən bir gün əvvəl də tədbir idi, Zəfər günü tədbiri idi. Çox gözəl alım deyə videonu paylaşmışam Zəfər gününə aid. Orada bir mənim şeir oxuduğum yer Fatimənki var və sair, amma çox maraqlı tədbir keçdi. Yəni çox gözəl idi. Paylaşmışam bu arada. Çox qəşəng tədbir idi. Ondan əvvəl də müəllimlər günü tədbiri oldu. Orada da mən aparıcılıq eləyirdim. Yəni çox qəşəng idi. Aparıcılıq eləmək hissi, yəni əla idi. Neymiş şöməsi sözləri? Mən bu tapşırığın çox da zaman alacağını bilmirəm, düşünmürəm. Çox asan tapşırıqdır yəni. Bu arada mən evdə də bu tətil vaxtlarında sizə də tövsiyə edirəm ki, bolluca test işləyin. Yəni KSQ-lərə qarşı, yəni testlərə hazır olun da, hər cür sual tipinə hazır olun. Mən işləyirdim, dimdən işləmişəm. Riyaziyyat dimində var, ingilis dilində də var, Azərbaycan dilində də var. Fizikada varımdır. Fizika dim deyil, amma başqa testdə, riyaziyyatdan da namazov var. Bunlardan işləyirəm yəni. Çalışmanı yazdım bu arada. İndi çalışma bitti. Son fosforluyum. Bu da bitti. Bunu da qoyuram bura. Mənim dərslərim bitdi. İndi sonuncu dərsimi də işarəliyim, sonuncunu. Belə bitdi. Məncə çox qəşəng oldu. İndi dostlar sizə KSQ və videonun sonundan əvvəl KSQ qiymətlərimi göstərirəm. Gətirimi qoyum. İndi yazmışdım vərəqə olaraq gətirdim. İndi telefonun kamerasını çevirim ki, siz də rahat görə biləsiniz. Dostlar, mənim KSQ qiymətlərim belədir. İnşallah qiymətlərimi biraz da yüksəldərəm. Məncə də nəticələrim yaxşıdır, amma yenə də biraz yüksəldərəm və əlaçı olaram belə. Dostlar, mənim videomun sonuna gəldik. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olub, videoma like atmağı unutmayın. Sağ olun dostlar.